Sıradan. Buyur. Mən dərsə çox gec gəlir. Bufedə gedir, onda da çox gec gəlir. 2 dəqiqə, 3 dəqiqə sonra gec gəlir. Səncə? Çox yaxşı qızdır, rəsmlərdə də yaxşıdır. Amma biraz danışmasa daha da yaxşı olar. Məncə yaxşı qızdır, amma dərslərdə orta. Mənim yaxşı qızdır, amma dərslərində nadirdir, bir də dərslərində pis oxuyur. Yaxşı qızdır, kötü gedərkən çox gec gəlir, amma yaxşı. Səncə? Dərsin bir məktəbə çox gec gəlir. Çox gec gəlir. Mən bu qədər. Dərsin bir məktəbə çox gec gəlir. Çox qəşəng qızdır. Yəni biraz gecikir dərsə, amma yaxşı qızdır. Çox yaxşı qızdır, amma dərslərin oxusa daha da yaxşı olar. Bu arada adın nə oldu? Adın nə oldu? Xədicə. Xədicənin adı gündür. Təbrik edək. Əl çalaq. Bizə dərs keçəndə Ruskayla oynayır. Müəllim də gəlib atır Ruskasını zibiləyir. Hə, yaxşı qızdır. Sakit. Handbol oynayanda toxum gətirir. Dərsləri biraz oxusa yaxşı olur. Müəllim yaxşı bilirdi. Prosta hələ bilir 100 metrə evdə məsafə var. O gün gec gəl. Prost yaxşı yağda handbolda toxum gətirir. Mənlə qəşəng qızdır, ancaq mənlə gəzir. Dərsin oxusa daha da qəşəng olacaq. Amma mən gəlməyəndə çox satqın olur. Onunla gəzir, məktəbə də gec gəlir. Səncə? Mənim o da yəni uduzmağı qəbul etməyən birisi və texnologiya işləri ilə çox məşğul olur və rəsmdə və dərslərdə çox vaxtı qayçı ilə, musiqa ilə oynayır. Yaxşıdır, fiziki tərbiyədə topu gətirir, yaxşı qızdır.